Salam əziz izləyicilər, hər kəs xoş gördü. 13 mart 2025-ci il. Buyurun, baxın əziz izləyicilər. 2 baş balalı və boğaz mal satılır. Video axıra qədər baxın, hər ikisi haqqında məlumat verəcəm. Gördüyünüz bu birinci mal ikinci qarına doğub, simental mələzidir. Altındakı bala Aberdin erkək balası var. Yanvarın 28-i doğub, mal sahibi deyir. Martın 6-sı bəhərin alıb, 3-cü qarına hal-hazırda Ukraynadan gələn Aberdin cöngədən əmələ gəlib bunun balası, yəni dönməsidir. Gün ərzində səhər-axşam 2 evinə mal sahibi deyir 9-10 litr süd verir. Qiymətini 3300 manata deyir, aşağı yeri var. Gördüyünüz bu ikinci mal isə bu da boğazdır. Yelin üstündədir. Gördüyünüz sarı ala. Mal sahibi dediyinə görə 9 aylıqdır, vot-votdur. Yəni boğazlığı az qalıb doğuşuna. Mal sahibi deyir keçən qarına 8-9 litr arası süd verib. Kim istəsə əlaqə saxlasın. Gördüyünüz bu yelin üstündə olan boğaz malın qiymətinin sahibi 2500 manata deyir. Real alıcı olsa aşağı yeri var. Gördüyünüz kimi də sağımıdır. Hər kəsə öncədən təşəkkürlər.